Mən biraz emosional adamım. Mən pis yazan adamı tapmalıyam. Ciddisiz. Vallahi mən yerində içində O qədər milyon üçün necə tapacaqsınız? İstəyir Hindistanda qalsın, mən onu tapmalıyam. Mən Saxalindən adamı tapmışam. Yəni mən Kim niyə mənə Almaniyadan yazırsan? adam, mən Fransadan adamı tapmışam. Tapıb verəmsiniz, nə olub tapıb? Tapmışam, pis yazıb acılamışam və təsiri göstərmişəm ona. Pis danışmışam, çobud danışmışam. Ki, niyə mən elə yazmısan? Niyə? Yəni səbəbsiz biri var ki, mən sənə pislik eləyim, ya... İzah eləyə bilib səbəbini, niyə pis yazdığını? Yoxdur səbəbi. Yoxdur. Yazmışam da, necə yazmışam? Niyə yazmalısan? Əgər, bax, mən bir keçən səbəb birindən danışıram, Rusiyada qalır. Deyirəm, mənim qardaşım, oturmuşsan, bekarsan, pomidor satırsan orada indi, ya nəsə bazardasan indi, deyirsən bazardayam, bekarsan, deyirsən ki, mən də rəy yazım. Rəy yazarlar, Rəy elə adama yazarlar ki, pis rəyi. Dürüst rəy yazarlar. Pis rəyi elə adama yazarlar ki, ümumiyyətlə belə, əgər mən pis oxuyuramsa, sən mənə pis rəy yaza bilməzsən. Yaza bilərsən ki, xoşuma gəlmədi oxumaq. Ay, sağ olun. Çalış bunu düzəliş elə, əgər anlayışın varsa.